Tez-tez gəl bura, zəhmət olmasa. Al sən bir dənə panoramaya bax. Qardaş, panorama deyim sənə bax. Xəzər dənizi görsənir. Mariana Otel qabaqda. Springi də görürəm. Novxanı Spring. Düz dənizin qan. Belə panoramalı. Super. Sən məni hara gətirdin? Gənə cənnət məkana gətirmisən. Hörmətli izləyicilər. Ağaçların altında oturmuşam. Qardaş, cavanlaşmaq istəyirsən, o evlər var ya deyirəm. Aldın cavanlaşdın. Aldın 5 il, 10 il cavan. Bir 10 il demirəm, 7-8 il cavanlaşırsan. Hörmətli izləyicilər, başlayırıq təqdimata. Gəl qardaş, gəl. Pramoy qapının ağzından girirsən cənnətə. Evimiz şəxsi mülkdür. Yekə beşikdir, nə boyda, ağlar daş düzlər. Yəni ev sahibi illər öncə fikir verirsə, kalan pul buraxılıb bura. Yəni açığı da indi kör gör. Başlayaq. Bax girdik. Giriş qapısı buradadır. Yəni evə giriş qapısı. Balaca kalitka qapısı və o tərəfdə də qarajı var. 12 sotun içində sənəddə gedir Novxanı bağları əslində. Novxanı bağ masivi yox. Elə? Hə, Novxanı bağ sənəddə yəni. Belə qurd dərəsi deyirlər bura. Qiymətini aşağıdan yazacağam. Hörmətli, qiymətini aşağıdan yazacağam. Həyət, baca, həyətində nə qədər sizə meyvə ağacları var. Bura yay mətbəxidir. Bir dənə elə belə ötəri çək görsət buranı. Sonra qayıdıb burada çayımı içərəm. Gəl. Gəl, buranı görsədək. Evimiz qabaq hissədə tikilib, yəni girişdən qabaq hissədə. Evimizin əsas bağı, bağçası evin bax bu sol tərəfindədir, evin arxasındadır. Burada bax belə bir verandası var, oturub dincəlmək üçün. Nə qədər sizə meyvə, gül, çiçək, buna bax. Cavanlaşmaq elə burada cavanlaşırsan da, bağda, bağçada. Armudu, nə bilim, qoz ağacından tutmuş var. Narı, zadı, yəni hər şey var da, meyvəsi var. Evimizin arxa hissəsində çək. Qız ağacı, bax, nə boyda qoz ağacı. Həyətində elə bir neçə dənə palma ağacı var? 5 dənə palma ağacı, hərəsi bir 3000-dən, elə 15.000 bunun palması eləyir. Gedək, gəl. Gəl. Evin bu tərəfində görsədək. Bir də ki, balkondan Xəzər dənizi görsənir. O da plusdur da, yəni dəniz görsənmə. Panorama dənizə açılır. Bura qarajıdır. Yəni avtomobil çöl hissədən girir, maşın bax buradadır, yanır. Onu da o tərəfə də göstərəcəm sizə qapının ağzında. Gördünüz? Burada həyətdə hamamı, tualeti, ora qazanxanası. Bunu çəkirsən. Gör. Sağlamlıq. Gedək. Çək də bu evimizin fasad görünüşünü. Bax küçəsi tupikdir da ora, səhv eləmirəmsə. Yox. Tupik küçə, qabançıq daşla üzlənilib. Kameralar, müşahidə kamerası vardı. Yəni kommunallar hamısı var. Burada da gördüyünüz kimi mərkəzi kanalizasiya sistemi mövcuddur. İndi stop pause elə. Deməli, bax bu hissədə, qabaq hissədə, ön hissədə 2 dənə balkonu var. Bir də sol tərəfdə terası var. Mansard hissədə. Oradan da dəniz görsənir. 2 mərtəbə üstü mansard. Hər mərtəbə, belə deyək. İndi bura -1-dir. Burada elə ev qədərdir. Bir mərtəbəsi 144 kvadrat metrdir. Bir mərtəbəsi. 2 mərtəbəsi elədir. Nə qədər? 300 kvadrat bu birinci mərtəbənin ikinci mərtəbədir. İndi sizə çəkib göstərdim. Buransını çəkdik, göstərdik. Bütün ev kruqavoy hamısı ağlaydaşdı. Gedək evin içinə. Gəl. Gəl evi göstərək, qardaş. Gəl. Elə buradan istəyirəm başlayasan. Bura giriş hissəsidir. Yəni dolab da var burada. Ev bütün hamısı parketdir. Bahalı parketdir. Qapılar hansı ağacdan idi? Adı yadımdan çıxdı. Göyüş. Nə? Göyüş. Yasin. Rus dilində Yasin deyirlər. Gəl bura. Deməli, çəkdim bu hissəni göstərdi. Girən kimi sol əldə sanuzeli, hamamla ayaq yolusu. Bu ayaq yolusudur. Bu hamamıdır. Duş kabinası. Sonra. Gəl birinci baxaq qonaq otağımıza. Yəni şəxsi tikili mülkdür. Videoda da yağın ki görürsünüz.
Yəni təmirinə ehtiyac yoxdur. İndi ola bilər hardasa xırda-xırda aboyzat dəyişilməlidir, amma belə ehtiyac yoxdur. Evimizin isitmə sistemi kombidir. Bura iş kabinetidir. Amma belə balaca uşaq otağı kimi də istifadə edə bilərsiniz. Mən uşaq otağı deyirəm, bəzi adamlar deyir iş otağı, necə istəyirsiniz. Mətbəximizə baxaq. Mebellər qalacaq. Mebellər də qalacaq. Mebellər də klassik, yəni o vaxtın belə deyək, bahalı mebellərdir hamısı. Bu səhv eləmirəmsə Rumıniya mebelidir. Mətbəx də genişdir, qardaş. Mətbəx hardasa bir 35 kvadrat metrdir mətbəximiz. Yasin ağacıdır. Ha. Müşahidə kamerasını gördünüz də. Pilləkəni mərmər qranitdir. Burada da kladovkası var. Paltar zatı yığmaq üçün, ayaqqabı yığmaq üçün. Qalxaq. Gəl qardaş, gəl. Deməli, dediyim kimi, hər mərtəbəsi 144 kvadrat metrdir. Hər mərtəbəsi. Bu qalxdıq ikinci mərtəbə. Buranın da döşəməsi parketdir. Deməli, mansard hissədən gördünüz ki, dəniz panoraması var. Ya birinci buradan bir dənə çəkək, bir də panorama. Bu ikinci mərtəbənin panoramadır. Bax, buradan da dəniz görsənir, Xəzər dənizi. 5 dənə yataq otağımız var. 5 dənə. Bir dənəsini göstərməyəcəm sizə, göstərməyəcəm çünki ev sahibi əşyalarını yığıb bura. Bu birinci yataq otağıdır. Buranın da ön hissədə olan balkona çıxışı var. 2 dənə balkonu var bu hissədə. Bu birinci yataq otağımız. Bu qardaş ikinci yataq otağımız. Hər otağın da split kondisioneri mövcuddur. Pəncərələr də hamısı işıqlıdır, gün işığı düşür. Bu otağı əşyalar yığıblar. Bu üçüncü, bu dördüncü yataq otağıdır, jetski. Bu beşinci yataq otağımız. Gördüyünüz mebellər bahalı mebellərdir ya. Bu da birinci mərtəbədə olan kimi hamamla ayaq yolusu ayrı-ayrıqdadır. Qalxaq indi mansard hissəyə, yuxarı. Gəl. Gəl görək mansarda. Panoramaya çıxacaq, orada da qutaracaq. Belə bir zaldır. Taxta apşifka. Yəni mansarddır da, belə deyək. Həm kitab polkaları zadı və s. və ilə axır. Gedək, gəl. Bu da sizə həmən o panorama. Buyur. Çıx otur burada balkonda, nə bax da dənizə. Sərin yerdir amma. Qəşəng küləkliyir. Hörmətli izləyicilər, mənim nömrəmlə əlaqə saxlayıb, maraqlıdırsa gəlin, baxın, kim alsa Allah xeyir versin. Şəxsi mülk istəyənlər çox olur. Bu qədər. Panoramadakı öz sözünü deyir. Sağ olun.